Yay rekord. Əla. Hə, dedik ki, qarşı üzlər eyni şəkildə görsənə bilməz. Qarşı üz nə idi? Biri yuxarıda olanda biri aşağıda, biri solda olanda biri sağda, biri öndə olanda biri arxada olur. Biri yuxarıda, biri aşağıda olursa, mən bunun ancaq birini görə bilərəm də. Mən tutaq ki, yuxarıdan aşağı baxanda ancaq yuxarıdakı üzü görə bilirəm. Aşağıdakı üzü görə bilmirəm. Ona görə qarşı üzlər deyirik, eyni şəkildə görsənə bilməz. Misal üçün 4 ilə 6. Mən kubu qapatsam, bu 4 ilə 6 düşəcək qarşı-qarşıya. Yəni, biri soldadırsa, biri sağda olacaq. Yəni, 4 ilə 6 qarşı üzü deyə eyni şəkildə görsənə bilməz. 1-in qarşı üzü aşağıda olan 3-dür. 1 ilə 3 qarşı üzlərdir, eyni şəkildə görsənə bilməzlər. 2-nin də qarşı üzünə 5 qalır. 2 ilə 5 də qarşı üzlər deyə eyni şəkildə görsənə bilməzlər. İndi bizdən x, y, z-i, yəni hansılar şəkildə görsənə bilərlər? Onu istəyir. Baxırıq indi A variantına. 1, 2, 4. 1, 2, 4 elə bizim doğru cavabımızdır. Hamısı bir yerdə şəkildə görsənə bilərlər. 1, 5, 6 doğru cavabımız ola bilər. Hamısı bir yerdə şəkildə görsənə bilərlər. 1, 6, 2 doğru cavab ola bilər. Hamısı bir yerdə şəkildə görsənə bilərlər. 1, 4, 2 də doğru cavab ola bilər. Hamısı eyni şəkildə görsənə bilərlər. 1, 5, 2 görsənə bilməzlər. Çünki 2 ilə 5 qarşı üzdür deyə eyni şəkildə görsənə bilmir deyə Y variantını ona görə atıram. İndi baxırıq, dedik ki, bunların hamısı görsənə bilərlər. Bəs niyə 1, 2, 4-ü və yaxud 1, 4, 2-ni seçək? İndi 1, 2, 4 yazıram. Gətirib x, y, z-i yazıram yerinə. 1, z-in yerinə 4, y-in yerinə 2 yazıram. İndi dedik ki, ikinci qaydamız var. Saat əqrəbi qaydasıdır ikinci qaydamız. Gətiririk, saat çəkirik bir dənə. Saat yerində dairə çəkirik. Saat əqrəbi istiqamətində baxırıq. Birinci 1 gəlib. Sonra 2 gəlib. Sonra isə 4 gəlib. Eyni dairədən gətirirəm. Kubun içinə çəkirəm. Görürəm birinci 1 gəlib. Sonra 4 gəlib. Sonra 2 gəlib. Saat əqrəbi istiqamətində. Burada 1, 2, 4 idi. Burada isə 1, 4, 2 alındı. Deməli onda A variantı səhvdir. Yəqin ki, onda doğru cavab olacaq D variantı. D variantını gətirib yerinə yazsaq. İndi saat əqrəbi istiqamətində dedik ki, burada 1, 2, 4 gəlib. İndi burada 1, 4, 2-ni D variantını gətirib yerinə yazıram. 1, 4, 2. Burada 1, 2, 4 gəlmişdi. Burada saat çəksəm içinə olacaq 1, 2, 4. 1, 2, 4, 1, 2, 4. Doğru cavab olur D variantı. İki əsas qaydamız var. 1. Qonşu qarşı üzlər. Bir də ki, saat əqrəbi qaydası. Hamı aydın oldu. Sual olan var? Xeyr, müəllim, yoxdur. Yaxşı, bir dənə 9-cu sualın cavabını da bir yerdə fikirləşək. Görsənmir mən. Görsənmir? Dolaşa, görsənmir ekran. Ekranı paylaşmışam əslində. Müəllim, mən də görsənmir. Mənim 9-cu sual demədiniz mi? 9-cu sual deyil bu. 13-cü sual. Yanındakı bu. 9-cu sual. Tamam. İndi A variantı. Doğru cavab ola bilər yoldaşlar. Xeyr, çünki orada iki qarşı yüz görsənə bilməz eyni Bəli, vaxtda. iki qarşı üz eyni şəkildə görsənə bilməz. B variantında B variantında iki qarşı yüz iki görsənib qarşı ola üz bilməz. görsənə bilməz. Bu dairə X-la içindəki plus işarəsi olan üz qarşı üzdür. C variantı doğru ola bilər. Hamısı qonşu üzlərdir. D variantı doğru ola bilər. Hamısı qonşu üzlərdir. Y variantı doğru ola bilər. Hamısı qonşu üzlərdir. İndi C variantına baxsaq. X, dairənin içində olan X, sadə X, bir də ağıc var. Gətirək indi saat əqrəbi qaydasından istifadə edək cavabı tapmaq üçün. Baxaq burada. Gətirək burada dairəni çəkək.
Görək indi nə olacaq? Saat əqrəbi istiqamətində birinci dairənin içində x, sonra kvadratın içində, yəni burada bizə kvadratsız x verib, onda kvadrata baxmalıyıq. Onda kvadratsa baxaq. Burada birinci dairənin içində x gəlib, saat əqrəbi istiqamətində, sonra ağ üz gəlib, sonra x gəlib. Dairə ağ üz x. Burada isə birinci dairə gəlib, sonra x gəlib, sonra ağ üz gəlib. Yəni buradakı qayda ilə üst-üstə düşmür. Ona görə C variantı səhvdir. Deməli, doğru cavab ya D-dir, ya da ki Y-dir. İndi bunu yoxlamaq üçün bu dairəni kəsib gətiririk. Daha doğrusu döndəririk kvadrat içində x-in üstünə. Yedi Döndər müəllim burada. Y variantı. Y variantı bəli, doğru variantdır. Bəli, ye. Aha. Dairə, sonra romb, sonra kvadrat gəlməlidir. Dairə, romb, kvadrat. D variantında dairə, kvadrat, romb gəlib. Saat əqrəbi istiqamətində, ona görə səhvdir. Y variantında isə dairə, romb, kvadrat gəlib. Bəli, doğru cavab olub Y variantı. Aydın oldu. Bəli. Bəli. Çox sağ ol. Keçən dərsdən 2 dənə sual baxdıq. Təkrar elədik, onda kifayət eləyər. Gəlin biraz yeni mövzudan danışaq. Deməli, bir dənə hesablama mövzusu keçdik, bir dənə şəkil mövzusu keçdik, bir dənə şifrələri keçdik. Bir dənə də istədim ki, düşünməklə bağlı bir mövzu keçək. Onda ki, ardıcıllıqlar mövzusunu seçdim. Şimdi ardıcıllıq. Ardıcıllıq ədədlərin müəyyən qanuna uyğunluqla düzülüşünə ardıcıllıq deyilir. Misal üçün 2, 4, 6, 8, 10, 12. Hamısı 2, 2 arta gedir. Bu cüt ədədlərin özü müəyyən bir ardıcıllıqdır. İndi baxacağıq bir ardıcıllığın növlərinə. Silsilə ardıcıllıqlar. Silsilə ardıcıllıqlar bizə nəyi göstərir? Bu abituriyent vaxtı keçdiyimiz ardıcıllıqlardır. Ədədi silsilə, bir də həndəsi silsilə. Azala gedirlər. Alt-alta Bəli, azalır. müəyyən qədər artır, eyni miqdarda artır və ya azalır. Ümumiyyətlə ardıcıllıq sualı iki cür tərtib olunur. Bir, növbəti həddi müəyyən edin. Yəni, iki dənə sual işarəsi qoyub, yəni deyir ki, bu həddləri tap. Ya da ki, sual işarəsi qoymur, 60-ın yerinə 61 yazır. Deyir, qanuna uyğunluğu pozan həddi tapın. İndi, buradakı sualdan növbəti həddi müəyyən edindi. Yəni ki, sual işarələrini istəyir bizdən. Əvvəlcə biz fikirləşib tapmalıyıq ardıcıllığı. İlk öncə aralarındakı fərqi yazırıq. 84-dən 78-ə çıxarıq 6-nı. 78-dən 72-yə çıxarıq 6-nı. 72-dən 66-ya çıx 6, çıx 6, çıx 6, çıx 6. İndi 48-dən də biz 6 çıxsaq. Aha. Deməli, növbəti həddimiz olacaq 42. 42-dən də 6 çıxsaq, növbəti həddimiz olacaq 36. Deməli, onda cavab olacaq 42 ilə 36. İkinci sualda. İndi nə olacaq? Qanuna uyğunluq. 3-dən 8-ə üstə gəl. 5, 5 artı. 5 artıb. Bəli, üstə gəl 5, üstə gəl 5, üstə gəl 5. Sona qədər üstə gəl 5 gedir. 38, 43. Bəli, 33-ün də üstünə 5 gəlsən, bizə verəcək 38-i. 38-in də üstünə 5 gəlsən, bizə verəcək 43-ü. Doğru cavab olacaq 38 ilə 43. C variantı. Bu oldu ədədi silsilə. Ədədi silsilədə eyni miqdarda artır və yaxud azalır. İndi bir də var həndəsi silsilə. Həndəsi silsilədə eyni qədər Vurma vururuq və rəqəmi. yaxud eyni qədər bölürük. Misal üçün 1-dən 3-ə vur 3, 3-dən 9-a vur 3, 9-dan 27-yə vur 3, 27 vur 3, 81, 81-i də 3-ə vursaq, Orada da vurma. 243-dən doğru cavab olacaq Y variantı. Aşağıdakı sualda 1-dən 4-ə vur, 4, vur, 4, vur, 4, 64-ü də vursaq 4-ə, eləyəcək 56, cavab oldu D variantı. Aydın oldu hamıya. Bu sadə Bəli, ardıcıllıqlar idi. Bunu abituriyent vaxtı keçdiyimiz ardıcıllıqlardır. Yəni ki, biz burada növbəti həddi müəyyən eləməliyik. İndi baxaq digər ardıcıllıqlara. Artan və ya azalan ardıcıllıqlar. İndi baxaq burada. 1-dən 2-yə üstünə gəlmiş neyim? 1-i.
2'yə vurmuş da ola bilərik. Üstəgəl 1-ə gəlmiş ola bilər. Birinci baxaq üstəgəl 1-ə. Üstəgəl 1, 2-dən 4-ə üstəgəl 2, 4-dən 7-yə üstəgəl 3, 7-dən 11-ə üstəgəl 4, üstəgəl 5. Deməli, onda 16 Artı üstünə gəlməliyəm. 6. Bəli, 1, 2, 3, 4, 5, 6 gələcəm. 16 üstəgəl 6 bizə verəcək 22 cavabını. Doğru cavab olacaq B variantı. Yəni, bu ədədlər artan və ya azalan ardıcıllıqlar idi. Artan sırayla artır da ədədlər. 9-da 30-dan 29-a çıxarıq. Çıxıb 1, sonra 1, 2, 3. Burada azar-azar. bəli, çıx 3, çıx 4, çıx 5, çıx 6. Deməli, mən neçə çıxmalıyam onda? Çıxıb 7. 7. 7. 9-dan 7 çıxacam. Doğru cavab olacaq A variantı. 25-dən 36-dan neçə çıxacaq? 5. 5. Sonra 3. 3 var. 2 31-dən 2 var. çıxırıq da 29 qalır. 2. Aha 2. Çıx 5, 5 çıx 2. 2. Deməli, 5, çıx 5, çıx 2 təkrarlanır. 22 çıx 5, 17. Çıx 2, 15. İndi növbəti əddə istəyir bizdən. 15-dən 17-dən axırıncı dəfə çıxmışdıq 2-ni. İndi çıxacaq 5-i deməli neçə qalacaq? 10. Ondan da 2 çıxacaq qalacaq 8. 8. Cavab olacaq 10-dan 8 Y variantı. Aydın oldu hamıya. Bəli. Bu oldu artan və ya azalan ardıcıllıqlar. Var müxtəlif əməlli ardıcıllıqlar. Yəni, sərdən toplama, çıxma ya vurma, bölmə olurdu ancaq. Ola bilər ki, bir dənə misalda həm toplama olsun, həm vurma olsun. Elə misal olar ki, 4 əməlin 4-ü də olsun. Misal üçün, 46-da. 0-dan 1-ə necə gələrik? 1. Üstəgəl 1. Gəl 1, 1-dən 2-yə. Üstünə 1 deyə Vur. bilərik. 2 deyə bilərik. Vur Müxtəlif 2. əməlli deyiriksə, indi ipucumuz var da. Gəl üstə gəl 1 ya da vur. 2. 2-dən 5-ə Üstəgəl üstə 3. Vur gəl 4. 3, vur 4. Vur 4. Tək ədədlərlə bütün ədədləri vururuq. 5. Elə də olar, bəli. 6. Bir dəfə toplayır, bir dəfə vurur, bir dəfə toplayır. Deməli, mən Təkləri vuracam toplayırıq, nəyə? bütünləri vururuq. 25-i vuracam 6-ya. Tapacağım 25 vur 6, 150. 150-nin də üstünə gəlməliyəm 7-ni. 150. 7. Cavab olur 150 ilə 150. 7. Aydın oldu. 41-də. Görürəm ki, indi ədədlərim çox böyüyüb. 2 ilə başlayıb 27-yə gəlib. Nəsə deməli, burada bir vurma əməli var. Bu mənim üçün bir ipucudur. İndi fikirləşirəm 2-dən 3-ə necə gələrəm? Vurub 1-ə üstə 1. Vur 1 üstə gəl 1. Aha. Vur 2 üstə gəl 2. Bu səfər əməllər eyni misalın üstədir. Vur 1 üstə gəl 1. Kim tapdı? Vur 2 üstə 50. gəl 2. Vur üstə gəl 2 vur üstə gəl 2. Eganə xanım siz tapdınız. Bəli, bəli. Aferin. 3 üstə Vur gəl 3 üstə gəl 3. Vur 4 üstə gəl 4. Olacaq deməli nə? Vur 5. üstə gəl 5. 5. Deməli 112-ni vuracaq 5-ə. 560 üstə gəlinsin 5. 565. Cavab olacaq 565. Əla. 62-yə də baxaq onda. 18-dən 21-ə. Yəni ki, ancaq çıxa bilərik də 3-ü. 21-dən Çox 7-yə. böl 3. Bölüd. 7-dən 4-ə. Çıx 3. 4-dən 12-yə. Vur. Vurulsun. İndi 12-dən 15-ə. Çıx 3. Üstə Üstə gəl gəl 3. 3. Bəli, üstə gəl 3. Onda bir Aha, sırada səhv yazdım. Hə, burada üstə gəl 3 olmalıdır. Biz niyə çıxma yazdıq birinci? Üstə gəl aha 3. gəl. Sonra böl 3. Çıx 3. Deməli, çıx 3-dən sonra nə gəlirdi? Vurma 3. Vur. 2 vur 3. Olacaq 6. Doğru cavabımız 6 olacaq. Deməli, bu sualda nə oldu? Üstə gəl, böl, çıx, vur. Üstə gəl, böl, çıx, vur. 4 əməlin 4-ü də eyni bir ardıcıllıqda var oldu. Aydın oldu bu ardıcıllıqlarda. Keçək növbəti ardıcıllığa. Hop-hop ardıcıllıqlar, ikili, üçlü, paralel ardıcıllıqlar. Hop-hop ardıcıllıq nədir? Yəni, uzaqdan baxaq. Aha. Biz
sərdən fikirləşəndə 28 ilə 25-in arasında bir əlaqə düşünürdük. İndi hopub ardıcıllıqları, yəni ikili üslü paralel ardıcıllıqlarda qayda belə olmur. Ola bilər 28 ilə 5-in də arasında bir əlaqə olsun və yaxud 28 ilə 21-in arasında əlaqə olsun. 28 ilə 5-in arasında əlaqə olanda ikili ardıcıllıq deyilir. 28 ilə 21-in arasında əlaqə olanda üçlü ardıcıllıq deyilir. Çünki 2 ədədi boş verib artıq üçüncüyə keçmiş. İndi bəs hardan bilirəm ki, bu ardıcıllıq ikili üçlü paralel ardıcıllıqdır və yaxud hop-hop ardıcıllıqdır. Belə ardıcıllıqlar nisbətən digər ardıcıllıqlara nəzərən uzun olur. Digər ardıcıllıqlara baxanda bu ardıcıllıqlar uzundur. Sonra ikinci qayda ondan ibarətdir ki, demə imtahanına sual düşəndə çox vaxt bu sualların sonunda 2 dənə sual işarəsi qoyulur deyim. 2 dənə sual işarəsi olanda, amma hər dəfə demirəm də, yəni bu 80% halda ödəyir. Ola bilər ki, çaşdırmaq üçün başqa bir qayda da verə ki, belə suallarda çox vaxt 2 dənə sual işarəsi olur, digərlərinə nisbətən uzun olur və təkrarlanan ədədlər olur. Misal üçün, baxırıq, 5, 5, nə olub? Təkrarlanır. Təkrarlanan ədəd də varsa, hop-hop ardıcıllıq ola bilər. Bir, ədədlərin artıb azalması. Ədədlər uyğunsuz şəkildə artıb azalıbsa, yenə hop-hop ardıcıllıq ola bilər. İndi burada baxsaq, görürük ki, təkrarlanan ədəd var. Yəni 5 ilə 5-in bir əlaqəsi olduğunu düşünürəm. İndi fikirləşirəm onda 5-dən 5-ə 2 dənə atlamışamsa, 28-dən də 21 atlayacam. 28-dən 21-i atlasam, çıxmışam onda nəyi? 7-ni biraz qalınlaşdıraq. 21-dən 14-ə çıxdım. 7-ni. İndi 14-dən atlasam, 7 çıxsam, bura düşəcək 7. Yəni sual işarəsinin üstünə düşməyəcək. 25-dən 18-ə çıxaram 7-ni. 18-dən düşəcəm sual işarəsinin üstünə, çıx 7. Yəni birinci sual işarəsimiz olacaq 11. Sonraki həddi tapmaq üçün 5. Deməli, 5-lər olduğu kimi qalır. Burada olacaq 5. Doğru cavab olacaq 11 ilə 5. Aydın oldu. Hop-hop ardıcıllıq nə deməkdir? Bəli, çox sağ ol. Aha, davam eləyək onda. Baxaq indi 8-ə. Misalını düşünək. 9 ilə 11 arasında bir əlaqə olsa, 9, 11, 13, 15, üstünə 2, üstünə 2, üstünə 2, üstə gəl 2. Bu da bizə neçəni verəcək? 10, 7-ni. Sonra 12-dən 14-ə üstə gəl 2, 14-dən 16-ya üstə gəl 2, 16-nın da üstünə 2 gəlsəm, 18. Deməli, cavab olacaq 18-dən 17. Yəni, nə variantı? Y variantı. 9-da üstə 10, sonra aşağıda çıx 10. Bir atlayıb 75 ilə 85 üstə 10, 65 ilə 55 çıx 10. Bax indi. Belədir. Bax, 75-dən 85-ə dediniz, üstə gəl 10. Üstə gəl Yoxsa 10. mən növbətə 45-ə getməliyəm axı. Aha, yəni. Ona çıxıb 40-ı. Necə bir qanuna uyğunsuzluq var. 22 addım gedirik. 75, 55, 20, 20 çıxır. Bəli, 75-dən 55-ə getsəm amma, çıxaram 20-ni. 55-dən 35-ə getsəm, çıxaram 20-ni. 35-dən o tərəfə getmirəm, çünki burada çölə çıxacam, sual işarəsinin üstünə düşmür. 65-dən 45-ə çıxaram 20-ni. 45-dən də sual işarəsinə gedərəm, çıxaram 20-sini. 45-dən 20 çıxana qalar 25. 85-dən 85-ə. Dəyişməyib 85 deməli. Bir dəfə də dəyişməyəcək, olacaq 85. Olacaq cavab 25 ilə 85 B variantı. Yaxşı, 10-cu sualın cavabını da siz fikirləşin, deyin. Onda cavab A variantıdır. A variantı 26 və 40. Baxıram. Doğru cavab ola bilər. Üstə gəl 6, Biraz vur diqqətli 2. olsanız yaxşı olar. Üstə gəl 10. Demək, bir dəqiqə. 30, 13, 19, 19-un üstə 6 gələndə 25, 40.
25-40 C variantı. Bəli, C variantı doğru cavab. 1, 7 üstə gəlirik 6-nı. 7-dən 13-ə üstə gəlirik 6-nı. 13-dən 19-a üstünə gəlirik 6-nı. 19-un da üstünə 6 gəlsən bizə neçəni verər? 25-i. İndi burada da 10-dan 20-yə üstə gəl 10, 20-dən 30-a üstə gəl 10, 30-dan üstə 10 gələndə bizə verəcək 40-ı. Olacaq cavab 40 ilə 25. Aydın oldu. Sonra aşağıdakı suala da baxaq. 15-15 artırdılar. Aşağıda bir-bir elə banib. 10 ilə 10-dan 25, 25-ə 15. 15, 20 ilə bəli, 40-dan 25-in üstünə 15, 40, 40-ın da 35-in üstünə üstə 10. 15, 55, 55-in də üstünə 15 gəlsək, Hı -hı. 60, 70. 70. Sonra 20-dən 35-ə üstə gəl 15, 35-dən 50-yə üstə gəl 15, 50-nin də üstünə 15 gəlsə, yeriyər 65. Cavab olacaq 65 ilə 70. Misal üçün, burada hop-hop da olur. Adi qaydada ödəyir. Misal üçün, üstə gəl 10, üstə gəl 5. Görək, axıra qədər ödəyəcək. Üstə gəl 10, üstə gəl 5, üstə gəl 10, üstə gəl 5. Çünki ardıcıllığın ikisi də eyni qaydadır. Üstə gəl 10, Hı. 65, üstə gəl 5, Son eləyəcək sıfırla 5 ilə bitirdi. Aha. 5. Aydın oldu bu ardıcıllıqlarda. Yanımızda qaldı hop-hop ardıcıllıqlar və ya ikili üstü paralel ardıcıllıqlar. Sonra Fibonacci ardıcıllığı. Fibonacci ardıcıllığı nədir? Bəzi çətin məsələlərin həllində istifadə edəcəyik bu ardıcıllıqdan. Ona görə burada öyrənirik. Fibonacci ardıcıllığı odur ki, 3-cü həddən başlayaraq bütün hədlər özündən əvvəl 2 həddin cəminə bərabərdir. 3-cü hədd, misal üçün, burada 3-cü həddim 1-dir. 1 bərabərdir 0 ilə 1-in cəminə. Yəni 0 üstə gəl 1, 1 verir. Misal üçün, 2-ni tapmaq üçün 1 üstə gəl 1, 2-ni verir. 2 üstə gəl 3, 5. 3 üstə gəl 5, 8. 5, 8, 13. 8, 13, 21. 21, 13, 34. Aydın oldu hamıya. 3-cü həddən başlayaraq hər bir hədd özündən əvvəl gələn 2 dənə həddin cəminə bərabərdir. Misal üçün, mən burada 89-dan sonraki ədədi tapmaq istəsəm, nə etməliyəm indi? 5 ilə 89 toplamalıyıq. Bəli, 89 ilə 55-i toplayacağıq. Növbəti həddi tapmaq istəyirəmsə. O da bizə verəcək 4, 1 yadda 144. 144'ü. Aydın oldu hamıya. Fibonacci ardıcılığı Bəli, 3-cü çox həddən başlayaraq bütün hədlər özündən əvvəl 2 həddin cəminə bərabər. Kvadratlı kublu ardıcıllıqlar ədədlərin kvadratlarından və kublarından istifadə olunur. Misal üçün, 1 nəyin kvadratıdır? 1-in, 2-nin kvadratı, 3-ün kvadratı, 4-ün kvadratı, 5-in kvadratı, 6-nın kvadratı. Sonra gəlməli nəyin kvadratı? 7'nin kvadratı. 7-nin kvadratı 49. 30 üstə 1-in kubu, 2-nin kubu, 3-ün kubu, 4-ün kubu, 5-in kubu. Gələcək nəyin kubu? 6-nın kubu, 216. Aydın oldu. Ədədin kvadratlarına və kublarına fikir vermək lazımdır. Yaxşı, indi buna dayanaraq 52-ci sualında siz fikirləşin. C variantıdır. C variantı 81 və 1000 doğrudur. Deməli, neyniyir? Görəm 8, 64, 216, 512.
Hansı ədədin kubalarıdır? 2'nin kubudur, 4'ün kubudur, 6'nın kubudur, 8'in kubudur. Yəni düz ədədlərin kublarıdır. Deməli, burada olacaq 10'un kubu, yəni 1000. Sonra görən burada tek ədədlərin kvadratlarıdır. 1'in kvadratı, 3'ün kvadratı, 5'in kvadratı, 7'nin kvadratı. Sonra gəlməli nəyin kvadratı? 9'un kvadratı. 9'un kvadratı 81. Cavab olacaq 81 ilə 1000. Aydın oldu hamıya. Ən aşağıdakı sualı fikirləşək. Bir dəqiqə düşünək. Aha, çox vaxt getdi. Onu da mən deyirəm. İndi 36 nəyin kvadratıdır? 6'nın kvadratıdır. 125 5'in kubudur. 256 4'ün üstü 4'tür. 243 3'ün üstü 5'ti. 64 2'nin üstü 6. Biri isə 1'in üstü 7'dir. Baxın, üstəki ədədlər 7, 6, 5, 4, 3, 2. Burada 7'nin üstü 1 olub. Yəni 1. İndi deməli üstümüz olacaq 0. Əsasları isə 1, 2, 3, 4, 5, 6, 7. Olacaq 8'in üstü 0. Üstlər bir-bir azalıb, əsaslar isə bir-bir artıb. 8'in üstü 0 da 1'ə bərabərdir deyə doğru cavab olur C variantı. Aydın oldu. Bəli, müəllim, aydın. Hər kəsə aydındır. Səs gəlmir. Deməli, yaxşıdır vəziyyət. Alt-alta ardıcıllıqlar. Bundan əvvəl yox idi mi? Ardıcıllıq. Buradadır. Baxaq alt-alta ardıcıllıqlara. Misal üçün bu ardıcıllıq. Alt-alta ardıcıllıq nədir? Deməli, burada birinci ilə ikinci arasında müəyyən bir qanun uyğunluq var. Onu tapandan sonra keçib üçüncü ilə dördüncüdə tətbiq eləmək lazımdır. Misal üçün, birincidəki qanun uyğunluğu tapsaq, 2-dən 4-ə necə gələrəm? Kömək edin. Üstə gəl bərabər. 2 Aha. 2. Misal üçün, vur 2 yazsaq, üstə gəl 1 yazaq. Çünki 5-dən ona da nə ilə gələrəm? Vur 2 ilə gələrəm. Vur 2 üstə gəl 1. İndi 3-dən 6-ya Vur 2 çıx 1. vur 2 çıx 1, vur 2 çıx 1. İndi üçüncü ardıcıllığı tapaq. Vur 2, üstə Üstə gəl gəl 3, vur 2, üstə gəl 3. İndi deməli, olmalıdır. Necə olacaq sizcə? Birinci Vur nə? 2 çıx 3. Aferin. Vur 2, çıx 3, vur 2, çıx 3. Onda indi baxaq cavablara. Görək. D variantı. Nə variantı? C. D. C C D. C. Hə, baxaq D variantı. 5, vur 2, çıx 3, vur 2, çıx 3. Bəli, ödəyir C variantı. Doğru cavab olur. Elə C variantı. Aydın oldu bu sual hamıya. 1 ilə 2 arasında müəyyən qanun uyğunluğu var. Onu tapıb gətirib 3 ilə 4-ə tətbiq edirik.
Bu suala baxaq. Hamısı yuxarı. Birincidə hamısı vur 2-dir. Hamısı vur 2'dir. Bəli, vur 2, vur 2, vur 2, vur 2. Aşağıda da vur 3-dür hamısı. Hamısı vur 3'dür. Sonra vur 4. 4, yəqin ki vur 5 olar. Vur 4'dür. Sonra aferin. Vur 4, vur 4, vur 4. Sonra vur 5. Vur 5 hansı variantdır? Yenə D variantı. 2 vur 5, 10 vur 5, 50. 5 vur 5, vur 5, vur 5. Aydın oldu bu suallarda. Bəli, bir dənə kublar, kvadratları yaxşı-yaxşı əzbərləmək lazımdır bayaqki suala görə. Hə, ədədin kubların kvadratlarını biraz əzbərləmək lazımdır. Biraz nisbətən maraqlı suallara baxaq. Qanundan kənar. İndi bura qədər baxdığımız suallar müəyyən qanuna uyğunluqlar var idi ki, cavabı tapa bilirdik, kömək edirdi bizə. Elə misallar da var ki, oturub fikirləşməliyik ki, biz bu ardıcıllığa hardan alaq? Misal üçün 51-ci sual. Əvvəlcə ilkimiz odur ki, aralarındakı fərqləri yazaq. Görək nədir aralarındakı fərq? Üstünə gəlmişəm 2. Üstünə gəlmişəm 4. Üstünə gəlmişəm neçə? 8. 2, 4, 8. Bura qədər sevinirəm. Üstünə gəlirəm 7. Burada kövrəldim. 32-nin də üstünə 5 gəlmiş. İndi 2, 4, 8, 7, 5. Bəs bu ədədləri hardan almışam? 2-ni almışam. Onda baxıram 11-ə. 11, 1 üstə gəl 1. Bizə nəyi verir? 2. 1 üstə gəl 3. Bizə verir 4'ü. 1 üstə gəl 7. Bizə verir Rəqəmləri 8'i. cəmi. Bəli, rəqəmlərin cəmini gəlirəm üstünə. 2 üstə gəl 5. 7. 3 üstə gəl 2. 5. Onda siz deyin görüm üstünə nə gəlməliyəm? 10. Bəli, 10. üstə gəl 7. 10. Üstə gəl 10 gələcəm. Bizə verəcək 47. 7. Cavabını. Cavab olacaq B variantı. Sonra elə aşağısındakı suala baxaq. 5, 6, 10, 15, 24, 38. Üstünə nə gəlmişəm? 1. 1. Üstə gəl. 4. Üstə gəl. 5. 1. Üstə gəl. 9. Üstə gəl. 14. İndi üstünə nə gəlməliyəm? Maraqlıdır mənə. Bayaqları Fibonacci ardıcıllığı öyrəndik. Nə oldu Fibonacci ardıcıllığı? Axırıncı iki ədədin cəmi. Özündən əvvəlki iki ədədin cəmi özünə verir, düzdür? Hı. Hı-hı. Üstdəkilər toplayırıq Bəli, da aferin. yəqin. 1 üstə gəl 10. 4, bizə verib 5'i. 4 üstə gəl 5, bizə verib 9'u. 5 ilə 9, 14 üzə. İndi üstünə nə gələcəm? 9 üstə gəl 14. Hı -hı. Yəni 23. Deməli üstünə gəlməliyəm 23'ü. O da bizə verəcək 61 cavabını. Aydın oldu hamıya? Bəli, çox sağ olun. Hı-hı. 40-cı suala da baxaq. Üstə gəl 4 gəlmişik. Üstə gəl 8 gəlmişik. Üstə gəl 7 gəlmişik. Üstə neçə gələk? Yenə rəqəmlərin cəmidir. Aferin. 5. Əla. Üstə gəl 3, üstə gəl 1. 4'ü verəcək. 3 üstə gəl 5, 8'i. 4 55. üstə gəl 3, 7'ni. Bəli, üstə gəl 5. Bizə verəcək 55 cavabını olacaq A variantı. Dedi ki, bir də var qanuna uyğunluğu pozan həddi tapmaq. Yəni, buradakı ədədlərdən biri qanuna uyğunluğu pozub. Yenə yazaq 21-dən 23-ə. Üstə gələk 2-ni, 23-dən 26-ya. Üstə gələk 3'ü, üstə gələk 4'ü, üstə gələk 6'nı, üstə gələk 5'i, üstə gəlinsin 7. 7. İndi hansı ədədin ətrafında qanuna uyğunluq pozuldu? 2, 3, 4, sonra 5 gəlməliyik də. 30-dan 36. Yəni 36'nın ətrafını pozuldu. 6, 5, 5, 6 olmalıydı normalde. Deməli, onda qanuna uyğunluq pozan hədd 36'dır. 36'nın yerine nə yazmalıydım ki, düzəlsin? 35 yazmalıydım ki, üstə gəl 5,
Üstə gəl 6 olsun. Ona görə qanuna uyğunluğu pozan hədd 36-dır. Aydın oldu. Qanun Bəli. Aşağıda da var. yəqin ki 8 pozub, hə? Aşağıda da 8 pozub dediniz. Niyə? Üstə 3, üstə gəl 3, 12 olmalıydı. Yoxsa Üstə gəl 3. Üstə gəl 3. Yaxşı. Hamısında üstə gəl 3 gedir ki. yox, orada axı üstə 3 gəlsək olacaq 12. Axı üstə gəl 4 olur orada. 16-da. Baxın 18 üstə gəl 3 35 verir bizə. Yox. Deməli başqa bir 2. qanun uyğunluğu var. Vur 2 üstə gəl 3. Vur 2 üstə gəl 3. 8-i vurublar 2, Vur 16 2 üstə 1, üstə 19. gəl 3. Bir də çıx 1. Bax 18-i 16-ya vur 2 üstə gəl 3.